Narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılmışdı. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində avtomobillə sərhəd xəttinə doğru hərəkət edən 2 naməlum şəxs sərhəd naryadı tərəfindən müşahidə olunmuşdu. Sərhəd zastavası dərhal silaha komandası ilə qaldırılmış, xidməti ərazi qapadılmışdı. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 90-616 dövlət qeydiyyat nişanlı avtomobillə həmin istiqamətə hərəkət edən Xaçmaz rayon sakinləri 1987-ci il təvəllüdlü Mövsümov Elşad Raminoğlu və 1997-ci il təvəllüdlü Rəhimov Murad Mehmanoğlu şübhəli şəxs qismində saxlanılmışdı. İlkin dindirmə zamanı saxlanılan şəxslər əraziyə ümumi çəkisi 8 kq 800 qram narkotik vasitəni götürmək məqsədi ilə gəldiklərini etiraf etmişlər. Fakt üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir.